Salam qızlar, necəsiz? Yaxşıyıq, siz necəsiz? Yaxşıyam, mən də təşəkkürlər. Bu gün eksklüziv bir oyunumuz var. Oyunumuzun qaydası belədir. Bir dənə hərf seçirsiniz və mən sizə 10 dənə sual verəcəm. Siz 10 sualın hər birinə o seçdiyiniz hərflə başlayaraq sözlə cavab verməlisiniz. Bəli. Oyunun qaydaları hər kəsə aydındır. Bəli. İlk kimdən başlayaq? Həddən. Kimdən başlayaq? Damla, sən kimi deyirsən? Damla. Həvva, sən nə deyirsən? Xədicə, o zaman birinci Xədicədən başlayırıq. Xədicə, hazırsan? Bəli. Hadi mən gedim. İndi isə Xədicəni dəstəkləyin. Xədicə başlayır. İlk sualımız belədir, Xədicə. Bir dənə hərf seçməlisən. Bir hərf seç. A. Yaxşı, suallara başlayırıq. Xədicə, de görək, dostuna ad günündə nə hədiyyə almısan? A-la başlayan söz deməlisən. Fərqi yoxdur. Bir dənə mat. Uduzdun, çünki A hərfi ilə başlamalısan. İndi isə Həvva gəlir. Həvva, sən gəlirsən. Dəri seçilir. Həvva, bir dənə hərf seç. Buyurun. Həvva, hansı bayramı sevirsən? Hansı bayramı? 5-ə qədər sayıram, cavab verməsən uduzursan. 1, 2, 3, 4, 5. İndi isə Damla gəlir. Damla, bir dənə hərf seç. Damla, adın nədir? Tuna. Hansı şəhərdə yaşayırsan? Mən Tozda. Səhvdir, mən deməli deyilsən. Gəl, Xədicə, bir dənə hərf seç. Z. Xədicə, dostuna ad günündə nə hədiyyə alarsan? Ceyran. 1 milyon qazansan, ilk nə alarsan? 1, 2, 3, 4. Yenə özüm. Hansı meyvə şirəsini sevirsən? Ya. 1, 2, 3, 4, 5. Uduzdum. İndi Həvva. Həvva, bir dənə hərf seç. E. Hansı bayramı sevirsən? 1, 2, 3, 4. Nə? Eloba. Eloba bayramı yaxşı. Hobbin nədir? Hoppim E. Elleme. Hobbin nədir? 1, 2, 3, 4, 5. Etmək nədir? İndi Damla. Həvva, get. Damla. Ola bilərdi, amma get cavab verdin. Hə, hansı şəhərdə yaşayırsan? Balakəndə. Sevdiyin meyvə? Banan. Sevdiyin tərəvəz? Badımcan. Geyindiyin ayaqqabı markası? Uy. 1, 2, 3. Balenciaga. Yay tətilini harada keçirməyi istərdin? Balakəndə. Soyuducunda nə var? Badımcan. Yox, eyni cavabı verməyək, başqa bir şey. Soyuducunda banan yoxdur. Soyuducunda nə var? 1, 2, 3, 4, 5. Balı. Balıq ola bilərdi, bəli, görürsən. Xədicə. Xədicə, bir dənə hərf seçirsən. Hansı meyvə şirəsini sevirsən? Qarpızı. Çürünə. Qarpız demək istəyirsən. Məğlub oldun. Kələm şirəsi ola bilərdi. Yəni burada qeyri-adi cavablar verə bilərsiniz də. Uşaqlar, qeyri-adi cavablar verə bilərsiniz. Sadəcə o hərflə başlayan söz olmalı. Yaxşı. Həvva, bir dənə hərf seç. A desəm olar. A olar, əlbəttə cavab verə biləcəksən. Niyə də olmasın? A. Hobbin nədir? Ayaq. Siz demirsiniz ağzı olur. A. 1, 2, 3. Ayılmaq. Məktəb çantanda həmişə nə olur? Məktəb çantamda həmişə. 1, 2, 3, 4, Ayak. 5. Ayaqqabı olar. Hansı ölkədə yaşamaq istəyirsən? Almanya. Evdə ən çox istifadə etdiyin əşyadır. Ayakkabı. Yox, biz cavabı iki dəfə demək olmaz. Ha.
Yeməsən. 1, 2, 3. Alma. Aha. Evdə ən çox istifadə eşyan de bu alma dedin. Bir süper qəhrəman olsaydın adın nə olardı? 1, 2, 3, 4, 5. Sağ ol. İndi kimin növbəsidir Damla? Damla bir dənə hərf seçirsən. C olsun. Soyuducunda nə var? Cilas. Səni ən çox nə güldürür? Gülməli videolar. Axşam yeməyinə nə bişirmisən? 1, 2, 3, 4, 5. İndi Xədicə. Xədicə bir dənə hərf seç. Göz. Ye. Bu Xədicə hansı meyvə şirəsini sevirsən? Ya. Ya. Bir. Aha. Bir sehrin olsaydı nə edərdin? Nə? Bir sehrin olsaydı nə edərdin? Yox olmaq. Cibində nə var? Ya yarpaq. Bir adaya getsən özünlə nə apararsan? Yataq. Ən çox istifadə etdiyin söz nədir? Yarpız. Yarpızı dedində başqa bir şey. Yorğan. Evə fil gəlsə onu harda gizlədərsən? Nə? Evə fil gəlsə onu harda gizlədərsən? Yox. Yarmadaqda. Yataq. Onu kənardan dedisən. Evə fil gəlsə harda gizlədərsən? Yaxınlıqda. Aha. Səni güldürən bir insanın adını de. Bir. Yarin. Nə? Yarin. Yarın kimdir? Heç vaxt getməyəcəyin, heç vaxt yeməyəcəyin yeməkdir. Yarpız. Yarpız demirsən başqa. 1, 2, 3, 4, Ya. 5. İndi kim Həvva gəlir? Həvvada qalmışdı. Həvva bir dənə hərfdə Q seçdim. Bir süper qəhrəman olsaydın adın nə olardı? Kahraman. Q dedin axı. Çı. 1, 2, 3, 4, 5. Getdin Həvva. İndi isə Damla. Damla bir dənə hərf. H. Axşam yeməyinə nə bişirmisən? Halva. Təbrik edir uşaqları. İlk dəfə 10 dələ sual cavab verən Damla oldu. Alqışlar. Sağ olun. Gələn oyunlarda görüşərik. Halva diyor. Aslında bir şey bu.